Salam, hər vaxtınız xeyir olsun. Əvvəla hər birinizi salamlayıram. Mən Hümbətov Gündüzün oğlu, Laçın rayon Qızılca kənd sakini. Hal-hazırda yaşadığım yer Ağcabədi rayon Taxtakörpü qəsəbəsi 552 sayılı qəsəbədə yaşayıram. Ev nömrəsi 377 nömrəli evdə yaşayıram. Müraciətim nə ilə bağlıdır? Bu Laçında tikilən evlərlə bağlıdır. Hər birinizdən xahiş edirəm ki, mənim videomu axıra qədər izləyəsiniz və bəyənib paylaşasınız. Haqsızlığa görə. Əvvəla Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah ordumuzu, prezidentimizi qorusun, dövlətimizi qorusun. Heç birimizin haqqı yoxdur ki, gedib torpaq üstündə Laçında, orada, burada işğal alınan torpaqlarda gedə yer üstündə, nə bilim ev üstündə bir-birini qıraq. Çünki bizim heç birimizin haqqı yoxdur ona. Orada şəhidlərimiz qan töküldü. Allah onlara rəhmət eləsin. Bütün şəhid analarının, bacılarının qarşısına baş əyirəm. Deməyim nədir, yoldaşlar? Deməli, bizə ev tikildi, məsələn, yeri səhvən bir məlumatla verdilər sus cəmaatına. Verdilər, Allah canları sağ eləsin. Bunu dövlətimizin xəbəri olmadı da, yəni aşağıda oturanlar kimi idisə, bir bələdçi uşağı apardılar, qoydular. Yəni onu ağsaqqal adam aparmalıydılar ki, ərazini deməliydi hara-hara. Bizim ərazidə sus qəsəbəsi tikildi. Halbuki orada susun bir damcı torpağı yox idi. İndi tikildi, Allah xeyirlərini versin, eybi yox. Ancaq deməyim odur ki, Bəylik kəndinə təzə ev tikildi, 91 ev tikildi. Dedilər ki, Qızılca cəmaatındır. Bəylik, orada Bəylik kənd deyilən şey yoxdur. Bunu deyirəm ki, yəni biləsiniz, Bəylik kəndi olmuyor orada. Orada olub Qızılcanın yeni yetmələri, təzə üzrüstürəm, ailə quranlar gəlib orada o vaxtı məsuliyəti ora Qızılcanın ərazisi idi hal-hazırda. Evlər tikildi, indi də nə tər tikildi evlər? Evlər tikildi, evlər kimə verilibdir? Kimlər alıbdır, onunla maraqlanan yoxdur. Mən özüm birinci qrup əliləm, hərbidə olmuşam, əsgərlikdə olmuşam. O həmin illərdən bəri də birinci qrup əliləm. Məni tanıyanlar bilir ki, bir dənə sifətim salamatdır. Mənim heç bir bədənim, sağlamlığım çox pis vəziyyətlərdir. Tanıyanlar hamısı bilir, yoldaşlar. Deməyim nədir? Evi gəldilər, özlərindən komissiya qurdular. Kimə sərf edir, ona komissiya qurdular. Həmin komissiya qurulan adamlar da öz ətrafına heç bir o kasıbçısı var, Qızılcada olan o pis vəziyyətdə yaşayan kasıb var. Bir dənə ev verilmədi. Mənim özüm mənim, mənim qardaşım Beyləqan rayonunda yaşayır. Qaçqınkoma da müraciət edir, bu Beyləqanın Qaçqınkomu da bilir. Bütün hamının, bizim Sovet sədri də bilir, Qaçqınkomda hamının xəbəri var. 5 nəfər ailə ilə o uşağın əsgəriyə də saldı, getdi, gəldi. Uşaqlar hamı xəstə düşüb yerdə. Evi pis vəziyyətdədir. Ondan elə mənim böyük qardaşım çayın qırağında həmən indi qəsəbə tikilən evi düz o qəsəbənin yanında olurdu o vaxtı. Onlara ev verilmir. Evlər kimə verilibdir? Sizdən xahiş edirəm. Rövşən Rızayev, sizə müraciət edirəm. Ay yuxarıda oturanlar, bunu bilirəm ki, cənab prezidentin bundan xəbəri yoxdur. İnşallah xəbər olar, yəni araşdırma gedər. Aşkar olunar ki, evlər kimə verilir, evlər kimə verilir? Sizə izah edeyim bir dənə. Evlər verilir, kimin imkanı var, kimin pulu var, evləri satıblar. Mənim kimin bir neçə Qızılca sakinləri hamı qalıb söylədi, bacım uşaqları da, heç birinin nə şəraiti, nə evi yox. Bir evdən bunu ev paylayan, baxmırdı ki, bir evdən neçə familiya daşınır bir evdən. Bir evdən 4 nəfərə ev verilibdir, 3 nəfərə ev verilibdir. Halbuki həmən uşaqlar burada dünyaya gəlibdir. Amma kötü evlər, ağsaqqallar, rəhmətə gedən, hamısına onlara, kötüdə olanlara heç birinə ev verilməyib. Kimin yaxını var, kimin pulu var, onlara ev verilibdir. Sizdən artıq da xahiş edirəm, ay dövlət başçısı, bilirəm sizin xəbəriniz yoxdur, sizdən razıyıq, Allah sizə dəyməsin, Allah sizin üçün prezidentimizi bizim başımızın üstündən əksik eləməsin. Ancaq elə müraciətim Qaçqınkomadır. Bu evlərlə bir dəfə gedib maraqlanmısan ki, görün bu ev Allah xeyir versin, kimə köçürülübdür, kimə verilibdir bu. Bir evdən neçə nəfərə ev verilibdir. Tək bir ailələr hamı qalıb düzlərdə, çöllərdə, daxmalarda gətirib bir evdən 4 nəfərə ev verilibdir, 3 nəfərə ev verilibdir. Nə bilim, kimin pulu var ona ev verilibdir. Heç orada adı olmayana ev verilibdir. Sizdən artıq da xahiş edirəm. Yuxarı orqanlar, mənim səsimə səs verəsiniz. Bu haqsızlıqları altdan götürəsiniz. Hal-hazırda bu dəqiqə Bəylikdə kişiliyə ev verirlər. Ailəli isə gəlin qalın, nə bilim. Onu ailəsinə niyə ev verirsiniz ki? Bax, məni kimisi də, qardaşım kimisi, qohum əqrəbəm hamısı qalıb düzlərdə. Ona deməli ev ehtiyacları ki, orada kişiliyə ev verilir. Sizdən xahiş edirəm, bir Azərbaycan vətəndaşı kimi, bir dövlətin sevən oğlan kimi, nətər deyim, belə millətin sevən oğlan kimi,
Hər birinizdən xahiş edirəm, mənim videomu YouTube'a da yerləşdirəcəm, TikTok'da da olacaq. Kimin qarşısında sizdən xahiş edirəm. Mənə görə yox, elə o şəhidlərin qanuna görə ki, evlər satılır. Bir dənə ona hamı paylaşsın, bəyənsin, bu dövlətimdə çatdırılsın, hamı xəbərdarlıq eləsin ki, farklı evlər satılıbdır. Bir evdən gəlsin, sübut eləyim. Dünənki uşağa gətirib ev veriblər. Körpə uşağa ev veriblər. Halbuki orada Bəyli kəndi adında kənd olmayıbdır. Ora Qızılcahan ərazisidir. Ora bizim vətənin ərazisi. Uşaqlar hamı ailə quranlar hamı orada məskunlaşır. İndi həmən uşaqlar qalıb Qıraqda, Rusiyada yaşayan, nə bilim Almaniyada yaşayan, get onu bir dənə yuxarı müraciət edirəm ki, araşdırın, baxın, görün orada bir dənə sualıma cavab verin. Görün orada bir dənə kasıb uşaq gedib kasıbın birinə ev verilib orada. Ola bilər 2 dənə gözdən pərdəsini atıb 2 dənə ev verər. Ancaq gedin araşdırın, görün. Həmən müsriflər heyəti orada oturan, gör bacısına, qardaşına, oğluna, gör neçədən ev alıblar. Sizdən artıqlara xahiş edirəm, mənim bu videomu bəyənin, paylaşın, kimin qarşınıza paylaşsın. Ən az elə bizə görə, o şəhidlərimizə görə gedib orada qanların töküb. Canlarını verib, qazilərimiz, hərbimiz, hamı canlarından keçib o yollarda, o torpaqlarda. Torpağı şəhidləri almayıb ki, kimsə məmurlar sata, kimsə qoyar cibinə. Hansı bir məmurun oğlu gedib, biriniz barmağınızı qatlanca gedib şəhid olub o torpaqlarda. Bir dənəsi desin ki, falan nazirin, falan deputatın, falan nə bilim yuxarı orqanların başçının, hansınısa bir övladı gedib şəhid olub. Hamı kasıb kütübün balaları şəhid olubdur. Var, onun qanı bahasına alınıb o torpaqlar. Sizdən hamıdan xahiş edirəm, mənim videomu bəyənin. O haqsızlığa yol verin. Mən demirəm, verəydi, hamıya bir ev verəydi. Mən ona heç vaxt hesab deyə bilmərəm. Ancaq bir evdən 4 nəfərə ev vermək, bu haqsızlıqdır. Bu nətər deyim, rüşvətsizlikdir. Bunu prokurora da müraciət edirəm. Bütün Azərbaycan xalqına müraciət edirəm. Yuxarı dövlətlərə, hamısına, məmurlar var, hamısına müraciət edirəm ki, bu haqsızlığa yol son qoyulsun. Sizdən çox xahiş edirəm. Allah yenə deyirəm, bütün şəhidlərimizə rəhmət eləsin. Onların hesabına gedib indi orada torpaq davası çəkirlər, bir-birini qırırlar. Olmaz belə şeylərə son qoymaq lazımdır. Bu haqsızlığı da aradan götürməyi sizdən xahiş edirəm ki, araşdırılsın, verilən evlər görsün, neçə dənə bir evdən neçə ailəyə ev verilibdir. Qardaşına, bacısına, oğluna. Bunu ona üçünə verdiyini, birində məni kimi, o deyir, pis vəziyyətdə qardaşım, bacım, uşaqları. Qohum-əqrəbə, nəinki qohum-əqrəbə, bütün Qızılcahan harada o kasıbı var deyə burada qəsəbədə də var. Bir-birinə siz maraqlana bilərsiniz. Evə ehtiyac olanlar qalıb Qıraqda, Bakıda araşdırın, Bakı, Ağcabədi, Azərbaycanın hansı bölgələrində Laçınlar var. Kimə ev verilibdir, onu bir dənə araşdırın, görün onun şəraiti yaxşı, yoxsa mənim, qardaşımın, o yerdə qalanların, bu belə haqsızlıq olmaz axı. Verirdin bunu 4-ün 3-ünü ona verəndə, birində məni kimisinə, ona kimisinə vereydin evi. Niyə gətirib villalar olanlara, nə bilim, adam olanlara, müsrif ayrılıb öz başına orada, nətər deyim, ki, filan kəsə, hə, bunun vəziyyəti belədir, budur, hesabla, pulla alıb, evləri satılıbdır. Sizdən çox xahiş edirəm. Çox danışmaq istəmirəm. Bütün yuxarı məmurlara deyirəm. O torpaqlarda can qoyan o şəhidlərin ruhuna bu düzgünlüyə gedin. Sizdən xahiş edirəm artıq tərəfdə. Araşdırın. Kişiliyiniz əgər varsa, araşdırın, görün evlər kimə verilir. Ev araşdırın, görün, bax belə verilməyib şəxsən məsələn mənə. Ümmətov gündüz umud olur. Bir nəfərə verirsə, Allah xeyrini versin. Amma bir evdən get qardaşına, bacısına, oğluna, nə bilim, yeznəsinə, evdə bir tək qadın varsa ona 3 otaqlı, belə şeylər var. Cənab Prezident, bilirəm, sizə məlumat çatdırmayıblar. Amma mən buradan elə bir vətəndaş kimi, sizi bir sevən bir vətən oğlu kimi sizdən xahiş edirəm. Bu işlə şəxsən elə sizə gəlib çatacaq onsuz da. Özünüz maraqlanasınız, özünüz bunun qaydasına qoyasınız. O 4 dənə verilən evi, ikisini, üçünü alıb verəsən məni kimisinə, o yerdə qalan o pis vəziyyətlərə verəsiniz. Sizdən artıq da xahiş edirəm. Öpürəm hər birinizi. Sizdən yenə deyirəm, bir xahişim odur ki, mənim videomu kimin qarşısına paylaşsın. Qoy şəhidlərimizin ruhu şad olsun ki, böyün orada gedib o boyda şəhidlərimiz olub, qazilərimiz olub, əskərlərimiz, veteranlar var. Canlarını qoyub, maşınla gedib Laçına çıxmaq olmur, işğal olmuş torpaqlara getmək olmur. 44 günə onu almayıb ki, kimsə gələn bir imkanlı pulla bunu satar, ev alqı-satqı qoyar. Belə şey yoxdur. Sizdən artıq da xahiş edirəm, mənim videomu bəyənin, paylaşın, nə bilim, dəstək olun millətə, yazıqdır, yenə deyirəm, orada heç bir varlının bir şəhidi olanı yoxdur. Ancaq qırılanlar kasıbın balaları qırılıbdır, kasıbların balaları gedib o torpaqda döyüşübdür.
Ona görə deyil, onların ruhuna görə deyirəm. Gedib orada ev alqı satqı mənim üçün çox pisdir, mənə pis təsir edir. Araşdırılsın, yuxarı orqanlara deyirəm. Yuxarıda o bütün prezidentdən aşağı nə qədər vəzifəlilər var, məmurlar var, ona sözümü çatdırıram ki, araşdırın, gedin bir-birinə. Qaşqın Komamra deyirəm, Rövşən Rzayev 91 ev verilibdir. Gedib maraqlanmışsan görüm orada ev kimə verilib, hər şeylə ev heç kimə verməklə boş qalıbdır. Get bir araşdır, gir evə. Ne olur nazirsən da ya altında maşın var, bir saata oradasan. Get bax, gir içəri denin gətirib evləri bir siyahdan keçir. Gör kimlərə verilib evlər. Gör imkanı olana verilib yoxsa imkansızlara verilibdir. Gör bir evdən neçə nəfər ev verilibdir. 4 ailəyə, 3 ailəyə, ən az olmayan 2 ailəyə. Amma pis vəziyyətdə yaşayanlar var. Mənim özüm hər dəqiqəm ölümdür. Şəkər xəstəsi, trom, ciyarım xəstə, 3-4 dəfə əməliyyat olmuşam. Hal-hazırda zulumla durub danışıram yanımda. Məni tanıyanlar bilir ki, mən nədir xəstəyəm. Sizdən artıq xahiş edirəm. Gedin bunu araşdırın. O kimin evində 4 dənəsi var, al ver mənim kimi, o birilərinə, o kasıba ver. Öpürəm hər birinizi. Allah canınızı sağ eləsin. Mən bilirəm ki, mənim xalqım dəyərli xalqdır. Yaxşı igidlərimiz var, yaxşı insanlarımız var, ağsaqqallarımız var, ağbirçəklərimiz var. Hər birinin qarşısına baş əyirəm. Bir dənə xahişim odur ki, mənim bu videomu bəyənib, paylaşım edəsiz, qoyun bu haqsızlıq aralıqdan götürülsün. Çox sağ olun, var olun, öpürəm hər birinizi.